Şükürlər də ola bir ünvandayıq, əziz dostlar. Bu ağacı əkəndə mənim hardasa 15-16 yaşım var idi, bəlkə də biraz da kiçik idi. Burada Nathan orta məktəbdə olan bizim İlnə kəndində təhsil alırdım. Və bir gün düşündüm ki, elə burada Çeşməli bulağın yanında, göl kənarında bir bostan əkim. Beləcə bir setka ilə belə bir balaca çəpər ördüm və ətrafında da bu ağaclar əkdim. Çinar ağacı, söyüd və digərləri. Bu həvəsi də məndə yaratmışdı. Vaxtilə burada babamızın bostanı olmuşdu. Hoşman adlanan bir yerdə və burada çox saylı ağaclar var idi. İri gövdəli söyüd ağacları, onlar qurudu sonra təəssüf ki, söyüdün ömrü qısa olur. Sonra çinar ağacı, bax burada nəzərəmi, atamgil, babamgil ağaclara bax çalmışdılar və artıq bu iri gövdəli ağacın yaşı məndən də böyükdür və hardasa 60'a çatır, bəlkə də biraz çoxdur. Belə ənənələr ötürülüşcə gedir və mən də günün birində belə bir ağac əkmək qərarına gəldim. Elə o çinarın budağından birini gətirib sancdım bura. Və indi bir-birindən geri qalmayan bu nəhəng iri gövdəli ağac. Bu ağac indi bizim həmdə bir ziyarət etdiyimiz ünvanlardan biridir. Çünki əlimizin həm də yadigarı olan yazılar var burada. Xüsusi təyinatlı şəhidimiz Bacıoğlu Əli Rızalı Murov şəhidi. Sən demə, hər il bura tarix yazılmış. 15, 16, 17, 18, 19 və 2020'də 20 yazıb qalan hissəni boş saxlayıb. Və sonradan Xaqani müəllim qardaşım bunu təsadüfən görmüşdü. Amma əslində biraz da yaddaşım məni yanıltmışdı. Çünki xatırlayıram, bir gün buraları dolaşanda, bu göl ətrafına gələndə ağacın üstündə yazıları görmüşdüm. Və bazı uşaqlarından soruşmuşdum ki, bəs ağacı kim yazıb? O zaman biraz da hətta bir qınamaq istəmişdim ki, ağacı qurutmaq istəyibsiz, bu qədər yazılar, bu qədər rəqəmlər. Heç ağlıma gəlməzdi ki, bu gələcəkdə bir nişanə olacaq. Hətta sevimli şairimiz İqbal Nəhmət Əli və Çinar şeirini yazdı sonraki dönəmdə. Amma bir anlıq xatırladım ki, əmmin əkdiyi, Nəzər əmmin əkdiyi bu çinarın üzərində də mən uşaqkən, hələ 50-dən də kiçik yaşda olarkən öz adımın baş hərflərini yazmışdım. O zaman yadımda da bizim oxuduğumuz vaxtlarda kitablarının birində ya ədəbiyyat ya Azərbaycan dilində ağacın üstünə adını yazan uşaqdan bəhs olunurdu. O zaman ağsaqqal o uşağı tənbih eləmişdi. Yəni belə bir duyğular, amma o anda bir xatırladım özümün də vaxtı ilə belə bir yazı, rəqəm yazmağımı bir zarafatla o söhbəti bağlamışdıq. Amma bir neçə il sonra, bir müddət sonra Xaqani müəllim burada o yazını görmüşdü və xatırlatma elədi. Oradan bu artıq bizim Ağrı ilə, Niski ilə xatırladığımız həm də bir təskinlik tapdığımız bir ünvan oldu. Həli sanki ürəyində dammış ki, 2020'də şəhid olacaq və o 20 yazmamışdı da.
Ruhu şad olsun, məkanı cənnət olsun. Bütün şəhidlərimizin, əli balamız da daxil. Allah bundan sonra Azərbaycanımıza ağır günlər qismət eləməsin. Çeşmələrimiz aşıb daşsın, ağaclarımız səmalara ucalsın, qurumasın. Ballarımız şad xürrəm və ancaq belə məkanlarda istirahat eləsinlər. Qəhrəmanlarımızın sayəsində vətənimizin hər bir köşəsində firavanlıq, əmin-amanlıq olsun. Amin.